Ət-Təkasur, çoxluqlu öyünmə surəsi, Məkkədə nazil olmuşdur. 8 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Əlhəkumut-təkəthur. Mal dövlət, rütbə və övlad çoxluğu ilə öyünmək və onları çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi Allahın zikrindən yayındırdı. Həttə zurtumul məqabir. O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz, ölüb getdiniz, ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz. Kəllə səvfə ta'ləmun. Belə deyildir. Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır. Tezliklə bərzəx aləminə daxil olduğunuz zaman biləcəksiniz. Thumma kəllə səvfə ta'ləmun. Əsla belə deyildir. Tezliklə cəza günü biləcəksiniz. Kəllə ləv ta'ləmunə ilməl yəqin. Belə deyildir. Əgər işin həqiqətini elmül yəqinlə, şək şübhə ehtimalı olmayan bir elmlə bilsəydiniz, lətərəvunnəl cəhim. Şübhəsiz, cəhənnəmi qəlb gözü ilə görərdiniz, lakin bilmədiniz və görmədiniz. Thumma lətərəvunnəhə aynəl yəqin. Sonra şübhəsiz onu cəza günü eynül yəqinlə cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə görəcəksiniz. Thumma lətus'əlunnə yəvməizin anin nə'im. Sonra isə o gün şübhəsiz siz dünyada Allahın əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız.